Heç nə nətər olacaq. Yastayıq da nətər olacaq, Allah bəlalarını versin, qalmışıq, çarəsiz. Çarəsiz qalmışıq. Şeyde böyle tutulanlar denmende bence. Haksız yere bu kadar adam tuttular. İctimai fəal Möhiyəddin Orucovun anası deyir ki, oktyabrın 18-də oğlu səbəbi aydın olmayan məsələyə görə polis bölməsinə çağırılıb. Üç formalı bir dənə polis mən qarşıladı, girdim otağa və məndən başladı. Harada işləyirsən, nə bilim, harada qalırsan deyə soru-sual başladı və mən də dedim ki, bir başda mənə deyin ki, nə ilə gətirilmişəm, yəni bu dəxlisiz sual verməyim. Dedi, biləcəksən, sən deyir, nəsə yazmısan haradasa. Deyirəm, yəni, nə yazmışam, yəni, bunun haqqında bir məlumatım yoxdur. Siz məni adından gətirmişsiniz, nömrədən şikayət var. İndi deyirsiniz ki, hər hansı bir yerdə nəsə yazmışam dövlətə qarşı. Panik atak dəhşət tutdu. Görürlər ki, yəni pis vəziyyətdəyəm, hamısı polislər çıxdı ki, nə olub ona, hərəsi elədi ki, sən artistlik edirsən. Polislər dedi ki, ölür o, bir söndü ki, artistlik edir də. Başımı buraxın falan, dedi, nəsə olar, bax, üstümüzdə qalır. Səhərə kimi saxlayıblar, səhər yaxınlaşıblar ki, səni rəisin yanına aparacaq, özünü yaxşı apar, rəis əsəbidir. Heç nə aparıblar, bu da bir otağa, nə bilirsin ki, rəis də birinci dəfədir görüb, buna yaxınlaşıb ki, sən ATV şirkətindən şikayət edilən, sən kimsən, artıq, əksik, buna o qədər alçadıcı təhqirlər ediblər ki, o rəis Samir Çobanov deyib, sizi ailəliklə bu ölkədən tərbiyəçisinə rədd edilərik. Ailə üzvlərimi söyüblər və yanındakı əməkdaşa da bildirdi ki, sən buna deyir, Dubinka niyə soxmamısınız? Yəni, belə formada danışıqlar aparıb məndən. Beş gün bu adam yemək yeməmişdi. Bu çıxanda o qədər pis vəziyyətdə idi. İnansan, elə maketi qalmışdı. Biz onu apardıq, müayinə elətdik. Böyrəyində ciddi problem, bir böyrəyində ciddi problem yaranmışdı. Genişlənmə, vasipaleniya. Onu bir kurs götürdük, elə ikinci kursu yarımçı qaldı. Tutdular. Saat 6-dır, bu gəlmədi. Zəng elədim, zəng çatmır. Yoldaşıma da dedim ki, Məhəddinə zəng çatmır. Biz getdik 32-ci bölməyə, dedilər ki, burada yoxdur. Sonra getdik baş polis idarəsinə, dedilər ki, burada yox. Dedim, burada yoxdursa, bir axtarın, görün, hardadır da. Mənim uşağım yoxa çıxıb. İşə gedib, işdən yoxa çıxıb, nömrəsinə zəng çatmır. Biraz bizi gözlətdilər, məlumat verdi ki, heç bir şöbələrdə yoxdur. Sonra biz qayıtdıq, biz Suraxan rayon polis idarəsinə. Növbətçiyə yaxınlaşdıq, dedi ki, bax, indi bu dəqiqə gəlmişəm, o saxlanma yerində, burada elə bir adam saxlanılmır. Aşağı düşürdük, birdən oğlum Məhəddini növbətçi otağın koridorunda gördük. Tez geri döndük, deyirəm ki, deməli, siz özünüz oğrusunuz ki, yəni oğurluq, indi heç olmazsa oğru olsun, bildirin ki, biz oğramışıq da. Neyinirsiniz, mənim oğlum başı oyun açmaq istəyirsiniz, öldürmək istəyirsiniz, niyə gizlədirsiniz ki?
Oruzo Möhyyəddin tutulan günü zavoddan çıxarkən özünü çəkməyə başlayıb. Hardasa 6 saniyəlik video görüntü idi. Birdən-birə arxadan özünün dediyinə görə hücum nəticəsində çəkiliş yarımçıq qalıb. Bax, həmin video görüntü idi. Biz də onu məhkəməyə sübut qismində təqdim elədik ki, cinayət işinin materiallarında olduğu kimi deyil məsələ. Oruzo Möhyyəddin çəkdiyi videoda 14:59 göstərilir. Cinayət işinin materiallarında isə güya saat 15:00-da o 232 nömrəli məktəbin yanında durub. Heç məktəbin harada yerləşdiyini Oruzo Möhyyəddinin özü də bilmir. Heç onu tutan şəxslərin özləri də bilmirlər. Alınmır. Şərri sadəcə olaraq yuşaq asfaltdan 100 qram 900 narkotik tapır. Halbuki o uşaq heç narkotiklə onun rəngini belə bilmir. Ancaq ki, şər böhtan davam edir. İstədiyi yerdə bunu həbs edirlər. İstədiyi, məsələn, orada insan başı boyda kameralar var. Biz tələb edirik, kameralar göstərilsin, əgər mənim oğlumun dırnaq qədər, barmağın ucu qədər günahı varsa, mən heç onun dalınca gəlməm. Mən bir ana kimi, mən bilmək istəyirəm həqiqətən mənim oğlum siz dediyiniz kimidir, yoxsa mən dediyim kimidir. Kameranı açın. Kamera görüntülər açsın. Heç nə lazım deyil, hər şey orada məlumdur. Mənim oğlum kimdir, onu tutanlar kimdir. Faktik olaraq bu adamı şərləyiblər. Cinayət işinin materiallarıyla, bütün vərəqlərlə, bütün səhifələrlə hamısından ifşa olunur. Ki, burada açıq-aşkar cinayət hadisəsinin baş verdiyini düzəldiriblər, planlaşdırıblar. Onu da sübuta da yetirə bilmirlər. Sübutlar da toplaya bilmirlər ki, Oruzo Möhyyəddinin həmin narkotik vasitələrə nə aidiyyatı var. Biabırçılıq. Belə məhkəmə olmur, belə istintaq olmur. Hamısı şər böhtan bir dənə nöqtə qoya bilmədilər ki, həqiqətən bu da bu sübutdur. Heç nə yoxdur, heç nə. Bir dənə sifarişdir, sifarişdir, heç nə yoxdur. Xaraba qovlar ölkəni. Vətən mənə oğul desə nə dərdim? Məmur olacaq. Qayasında bitərdim. Rəhmətli elə yazmışdı. Biz məmur olduq, qaya olduq. Türmədə bitdik. İndi türmədə yaşayırıq. Salamlar. Sağ olsunlar dəstəklərinə görə. Yana görə narahat olmasınlar. Elə ürəkli oğlan qardaşları var. Ürəkli ol ağırın alayım, ürəkli ol.